أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين وعلى آله الطاهرين المعصومين ولعن الدائم على أعدائهم ومنكر فضائلهم وغاصب حقوقهم أجمعين من الآن إلى قيام يوم الدين. Mübarek Şaban ayıdır. Mübarek Şaban ayında bugün Şaban ayının 3'ü İmam Hüseyin aleyhissalatu vesselamın mübarek mevlududur. Sabah inşallah Hazreti Ebelfez aleyhissalamın o birisi gün 4. İmam Zeynul Abidin aleyhissalatu vesselamın mübarek mevludlarıdır. Bayram günləridir ve çok maraqlıdır ki İmam Hüseyin aleyhissalamın mövludu olan gündə, ayda heç bir imamın şəhadəti yoxdur. Və İmam Aleyhisselamın, İmam Hüseyin Aleyhisselamın şəhid olduğu Məhərrəm ayında da heç bir imamın mövludu yoxdur. Yəni bu ayın özəlliklərindəndir. Və mübarək 3 aylıqdır artıq Ramazan ayına təxminən sayılı günlər qalıb. Qismət olsa Allah ömür versə 26-27 gündən sonra artıq mübarək Ramazan ayına qədəm qoyacaq. Və bu aylarda ki, keçən Rəcəb ayıdır, indi Şaban ayıdır, gələn Ramazan ayıdır, insan öz üzərində işləməlidir. İnsan öz üzərinə düşən vəzifələrin öyrənməlidir. Qismət olsa bu cümələrdə Allahın izni ilə mübarək Ramazan ayı daxil Quran-ı Kərim və hədislərdə xüsusi üstündə dayanılan mövzulardan biri olan insanın acizliyin anlaması mövzusunda inşallah danışacağıq. Dini təlimlər arasında ən mühüm bilinəsi vacib olan məsələ insanın öz acizliyin başa düşməsidir, zəifliyin qəbul eləməsidir. Əgər ola bilər, şübhələr yarana bilər ki, necə ola bilər insan acizliyin bilsin, insan aciz olsa hesab edilməz. Bunu zamanla qismət olsa inşallah aydınlaşacaq. Namaz vacibdir, oruc vacibdir, həc ziyarəti vacibdir, digər vaciblərin hamısı vacibdir. Amma bunların kökündə dayanan insana öz acizliyin başa salmaqdır. Bu günləri cəmiyyətdə, istər dini cəmiyyətdə, istər ümumi cəmiyyətimizdə bu qədər problemlər ki var, bu qədər özünü bəyənmə, təkəbbür, mənəm, bunlar nədən irəli gəlir? İnsanlar Allah qarşısında acizliklərin başa düşmürlər. Bunlar elə bilirlər ki, mən özüm nə eləyirəmsə özüm eləyirəm, özüm qazanıram, özüm yeyirəm, özüm dururam, gəzirəm. Bunlar bunu qəbul eləmirlər. Məsələn, namaz əgər qılırıqsa vacibdir, namazda bir zikir var. Bizdə sən bir adama deyirsən, necəsən? Deyir ki, şükür Allaha, özüm yatıb, özüm dururum. Zahirən gözəldir, deyir şükür Allaha. Amma namaz qılanda, səcdədən qalxanda belə bir söz deyir. Bihəvlillahi və quvvətihi əqumu və əqu. Müstəhəbdir bu. Allahın hövlü qüvvəsi ilə, qüdrəti ilə, icazəsi ilə otururam və dururam. Yəni, əgər Allah icazə verməsə, mən oturub dura bilmərəm ki. Deməli, mən oturub dururamsa, rahat öz işlərimi görürəmsə, bu Allahın icazəsi iləndir. Bu, insanın acizliyin qəbul eləməsidir ki, yəni, mənim bir şeyim yoxdur ya, bunu sən mənə veribsən. İnsan, Quran-ı Kərimin ayəsinə baxdığımız zaman, bu mövzu çox mühümdür. İnsanın Allah birinci xilqətinə toxunur. Buyurur ki, xuliqəl insanu zəifa. İnsan zəif yaradılırdı. Allah bəri başdan danışanda, insandan danışanda buyurur, insan zəif yaradılırdı. Xilqəti budur, yaradılışında zəif yaradılırdı. Əli əleyhissalam Nəhcül Bəlağədə bir sözü var. Buyurur ki, miskinun ibn Adəm. Yazıq Adəm övladı. Miskin ibn Adəm övladı. Niyə? Məktumul əcəl. Əcəli gizlidir. Heç kim bilmir ki, nə vaxt və harada dünyasını dəyişəcək. Heç kim bunu proqnozlaşdıra bilmir. Məknunul iləl. Xəstəliyinin də xəbəri yoxdur ki, haradan gələcək. O da gizlidir. Adamın xəyalına gəlməyən yerdən görürsən, xəstəliyi tutdu.
və məhfuzul əməl və bütün əməlləri də qeydiyyata alınır, qorunur. Əleyhissalam buyurur ki, yazıqdır Adəm övladı ki, əcəli gizlidir, xəstəliyinin də səbəbini bilmir. Bir yandan da əməllərinin hamısı qeydə alınır və Dalıycan buyurur ki, və tu'limuhul bəqqə, ağcaqanad onu incidir. Yəni, bu insanın zəifliyi üçün Allah Həzrət Əmr əleyhissalam istəyir adama başa salsın ki, o qədər zəifsən ki, yaradılışda olan həşəratların içərisində ən balacası ağcaqanaddır. Amma ağcaqanad səni narahat edir. Və təqtuluhu şərqə, ağız suyu insanı boğur. Nə boyda, məsələn, 120 kiloqram çəkisi olan bir adam olsa, ağız suyu geçsə nəfəs yoluna boğulacaq. Ya bir tikə yemək, bir qurtum su, görürsən ki, nə qədər olub insanlar su ilə boğub, yemək ağzında dünyaların dəyişiblər. Ağcaqanad səni narahat edir, incidir. Bir qurtum su səni boğur və tondinuhul ərqə və sadə insanın, belə deyək, o təri insanı xoşa gəlməz verir adama. Yəni adama Əli əleyhissalam buyurur ki, bu qədər ki təkəbbürlü eləyirsən, dünyada gəzirsən, hər yerdə mən, hər nədən mən, ancaq mən deyən olmalıdır. Bu qədər deyir təkəbbürlü eləmə. Çünki sənin gör nə qədər problemin var. Bir dənə sadə ağcaqanadın əlində girinc qalıbsan. Bir qurtum suyun əlində girinsən ki, ölə bilərsən. Ən böyük ibadət insanın öz acizliyin qəbul eləməsidir. İnsan Allahı o zaman dərk edir ki, öz acizliyin başa düşür. Əli əleyhissalam buyurur, mən ərəfə nəfsə, fəqət ərəfə Rabbə. Kim özün tanısa, Rəbbin tanıyacaq. Əgər adam özün tanımasa, Allahın da tanımayacaq. Belə-belə dildə deyəcək, Allaha canım qurban, Allah belə filan. Amma Allahı tanımağın yolu insanın özün tanımağından keçir. Ki adam başa düşür ki, mənim bir qüdrətli Allahım var. Qadir Allahım var mənim. Bu çox mühüm məsələdir. Məsələn, tələbəlikdə din tələbələrinə dərs deyəndə usul-i-din dərsləri keçirilir. Həmən usul-i-dində Allah barəsində danışılan zaman nizam dəlilinə toxunur ki, aləmdə necə nizam var, necə harmoniya var, necə bir-biri ilə bunların əlaqəsi var. Yerin quruluşundan, göyün quruluşundan, günəşin, ayın hərəkət trayektoriyasından Allah mübarək Yasin surəsində danışır. Bütün bunların hamısı ona görə danışır ki, insan anlasın ki, bu aləmi idarə edən bir Rəbb var. Ona görə danışır. Elhamdülillahi Rabbil aləmin. Biz deyirik ki, həmd olsun aləmlərin Rəbbinə. Həmd olsun aləmlərin idarə eləyəninə. Yəni, aləm öz başına deyir. Günəş öz başına deyir. Məsələn, mexaniki saat kimi deyir ki, deyəsən, quraşdırdın, vaxtında bu çalacaq. Yox, hər işin Allah idarə edir. Hər an Allah iş görür aləmdə. Və bu təfəkkür, bu düşüncə insana ibadətdir. Gecə namazından qabaq Peyğəmbər əleyhissalam dururdu, ulduzlara baxırdı. Və Quran-ı Kərimin bu ayəsini oxuyur ki, Rəbbənə, ma xələqdə haza batila. İlahi, sən bu nizamı, bu ulduzları, bu göyü, yeri boş yerə yaratmayırsan. Həqina əzabənnar. İlahi, bizi cəhənnəm odundan qoru. Yəni, Peyğəmbər əleyhissalam gecə namazını qılmamışdan əvvəl yerin, göyün yaradılışına baxırdı, nizam-intizamına baxırdı ki, İlahi, sən nə boyda böyük bir qüdrət sahibisən. Yerin qüdrətinə, yaradılışın baxmaq Allahın qüdrətini insana çatdırır. Şaban ayında ən çox tövsiyə olunan zikirlərdən biri Əstəğfirullahə Rəbbi və Tuğbu iləyh, Əstəğfirullahə və Əsəluhu Tövbə zikirləridir. Bunlar hər ikisi mümkündür demək. Əstəğfirullahə Rəbbi və Tuğbu ilə məhşuru belə bunu da desə, insan kifayətdir. Yəni, nə deməkdir? Allahım, səndən bağışlanma istəyirəm. Yəni, öz acizliyin, öz günahkar olmasın Allahın qarşısında etiraf edir insan. Əgər insan öz acizliyin qəbul eləməsə, öz günahkarlığın qəbul eləməsə, namaz onu cəhənnəmə aparacaq. Oruc onu cəhənnəmə aparacaq. Gələcək, Allahın vəlisinin, Allahın imamının qarşısında dayanacaq. Məşhurdur, İmam Hüseyin əleyhissalatu və salamın mübarək başın
Kərbaladan Kufiyə, oradan Şama aparanda Yezidin sarayına, o başı aparan, nizədə ki başı aparırdılar. O aparanlar namaz vaxtı çatanda bir-birləri ilə mübahisə edirlər ki, sən tut qoy mən birinci namazı vaxtında qılım. Bunlar bunun mübahisəsini aparırdılar. Ne olsun, namazı vaxtında qılır, amma Allahın Peyğəmbərinin nəvəsinin, haqq canişininin məzlum kəsilmiş başı nizənin üstündə gəzdirir. Bu namaz ona fayda verməyəcək. Yaxud biri gəlir Mədinədə sual verir, deyir ki, mən namaz qılırdım, bir dənə ağcaqanad gəldi əlimin üstündə, onu vurdum, onun qanı yaxıldı əlimə. Bir görüm hələ bu qan mundardır, təmizdir. O sual verən adam alim adam olur, arif adam olur. Deyir, ay bədbəxt, sən Əli Peyğəmbər balasının qanına bulaşdırıbsan. Sən o boyda cinayəti eləyibsən, uf deməyibsən, indi gəlibsən bir dənə ağcaqanadı öldürübsən, deyirsən ki, bu ağcaqanadın qanı görəsən mundardır, yoxsa təmizdir. Yəni, adam acizliyin başa düşməyəndə Allahın qarşısında effekt vermir. Ona görə bütün ibadətlərin hədəfi insanın acizliyin adama başa salmaq üçündür. Namazda bizim ən çox istifadə elədiyimiz zikir hansı zikirdə var? Ən çox istifadə elədiyimiz zikir Allahu Ekber. Hər kəlməsi, hər formasında Allahu Ekber. Niyyətdən sonra deyir Allahu Ekberdir. Rükudan əvvəl Allahu Ekberdir. Rükudan sonra Allahu Ekberdir. Səcdədən əvvəl Allahu Ekber. Səcdəyə getdin Allahu Ekber. Qalxdın Allahu Ekber. Yenə də axırda da Allahu Ekberlə qutarırsan. Nə deməkdir? Allah böyükdür. Allah vəsfə gələn və gəlməyən hər şeydən böyükdür. Yəni Allahu Ekber deyəndə adam zehnində canlandırır ki, bu aləmdə nə qədər qüdrətli bildiyim şey var, hamısı Allahın qarşısında acizdir. Əgər mən fikirləşsəm ki, Allahu Ekber deyirəm, amma bir yandan da fikirləşirəm ki, yox, elə bəzi şeylər var ki, Allah ora nazıbillah müdaxilə eləyə bilmir, ora gələ adam göndərəsən. Bu artıq hədis-i qudsidə var. Bir kim bu düşüncə ilə durub namaz qılsa, Allahdan nida gəlir ki, kimə Allah'dırsan? Sənin bu Allahu Ekberin mənə lazımdır. Allahu Ekber, yəni adam başa düşür, əli ki qaldırırsan, bu əli qaldırmaq müstəhəbdir, vacibdir. Amma yaxşıdır qaldırasan. Əli bu formada qaldırmaq təslim əlamətidir. Bir adam məsələn döyüşdə təslim olanda silahı qoyur yerə, əlin qaldırır, yəni mənim əlim boşdur. İnsan Allahu Ekber deyəndə, təkbirətül ehram deyəndə deyir ki, Allahım, mən sənin qarşında öz təslimiyyətimi ifadə eləyirəm, deyirəm. Mən acizəm, mənim əlimdə heç zadım yoxdur. Ümidim fəqət sənin rəhmətindir. Bax, namaz da ona görə ki, insanı acizliyin başa salsın. Namazın ən qiymətli yeri səcdədir. Peyğəmbər əleyhissalamın bir nəfər gəlir yanına, deyir ki, ya Resulullah, mən vacib namazlarımı qılıram, orucumu tuturam. Amma müstəhəb işlər görə bilmirəm, müstəhəb namazlar qıla bilmirəm. Əlimdə o qədər imkanım yoxdur, sədəqə verəm, yardım eləyəm, nə eləyəm. Mənə elə bir əməl öyrət ki, mən sənlə bir yerdə cənnətdə olum. Mənə zəmanət ver, Peyğəmbərə deyir. Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, indi olduğun kimi vacibləri yerinə yetir. İnşallah ki, aqibətin xeyr olar. Və qiyamətdə mənlə olarsan. Deyir, bu ayrılıb gedəndə deyir ki, deyir, amma uzun səcdələri ilə mənə kömək eləyərsən. Yəni, istəyirsənsə, qiyamətdə Allah sənə rəhmət nəzəri ilə nəzər eləsin, gərək səcdədə çox qalayırsan. Ona görə deyirlər ki, ən azı 3 dəfə Subhanallah deməkdir. Ən azı, minimum hədd 3 dəfə Subhanallahdır. Yoxsa 7 dəfə, nə bilim 14 dəfə. Hətta Əhl-i Beyt imamları onlar 100 dəfə deyirlər. Subhanallah, Subhanallah, Subhanallah. O heç. İndi onlar 100 dəfəni deyir, mən deyə bilmərəm o 100 dənəni. Mənim o halım yoxdur. Amma ən azına bir 4 dənə Subhanallah deyərəm. 5 dənə Subhanallah deyərəm. 7 dənə Subhanallah deyə bilərəm. Nə qədər insan səcdədə çox qalsa, eblə Allah dərgahında ucalır. Peyğəmbər əleyhissalam buyurur, insan səcdiyə gedəndə Allahın rəhmətini onun necə əhatə elədiyini görsəydi, səcdədən baş qaldırmazdı. Ona görə mühüm duaları bizə deyirlər, səcdədə eləyir. Mühüm dualar ki var, insan alnını qoya səcdiyə, Subhanallah, Subhanallah, Subhanallah. Allahım, mən etiraf eləyirəm, bütün başıma gələn problemlər mənim səhlənkarlığıma görədir. Sənlik bir şey yoxdur. Sənin məndən nə ədavətin var, məni çətinliyə salasan.
Amma səndən istəyirəm, mən aciz, sən ağa. Mən bəndə, sən Mövla. Mənə rəhməti ilə yardım elə, kömək elə. Bu ayda Əstəğfirullah Rəbbi və Tubiləh zikrin çox demək tövsiyə olunur. İnsan acizliyin anlayanda, sözümü yekunlaşdırıram, İnsan acizliyin anlayanda kiçilmir, əksinə böyüyür. Çünki Allah Quran-ı Kərimində demir, başqalarının yanında kiçil. Yox, insan gərək izzəti nəfsi ola. Yəni, başqasının yanında kiçilməyəsən. Quran-ı Kərim ehtiyaclı adamlardan danışır, möminlərdən. Deyir, möminlərin içərisində elə ehtiyaclı kişilər var. Kənardan baxanlar elə bilirlər ki, bunlar zəngin adamdılar. Desin ona gedə yardım elə, deyəcək, onun nəyə əsiydi? Elə özlərin vüqarına aparırlar. Başqasının yanında özün kiçiltmək haramdır. Başqasının yanında insan öz günahını etiraf eləməsi, danışması haramdır. Amma kimin yanında kiçildir? Mənim yanımda. Allahın huzurunda insan kiçilməlidir. Bu kiçiləndə Allah nə eləyir? Quran-ı Kərimdə Nuh surəsi 10-cu ayə. Bir nəfər gəlir Əli əleyhissalamın yanına, deyir ki, ya Əmirəl-Müminin, övladım olmur. Mənə nə tövsiyə edirsən? İllərdir təbiblərə gedirik, həkimlərə gedirik, müalicə, əlac yoxdur. Əmir əleyhissalam buyurur ki, çoxlu Əstəğfirullah Rəbbi və Tubiləhdir. Bu gedir, başqa biri gəlir. Deyir, ya Əmirəl-Müminin, belə nə eləyirəm, işlərim düz gətirmir, maddi vəziyyətimi düzəldə bilmirəm. Mənə tövsiyə, Əmir əleyhissalam buyurur ki, çoxlu Əstəğfirullah Rəbbi və Tubiləhdir. Bu da ki. Başqa bir dəstə gəlir, məsciddədir də, məsciddə çıxanda dəstə-dəstə yaxınlaşırlar. Dedi, ya Əmirəl-Müminin, quraqlıqdır, yağış yoxdur, bizə nə deyirsən, nə tövsiyə edirsən? Əmir əleyhissalam buyurdu ki, çoxlu Əstəğfirullah Rəbbi və Tubiləhdir. Kənardan biri izləyirdi, gəldi, dedi, ya Əmirəl-Müminin. Bunlar ayrı-ayrı şeylər dedi, üçünə desən eyni şey dedi. Dedi, övladım olmur, dedin, Əstəğfirullah dedi. Yağış yağmır, Əstəğfirullah dedi. Pulum yoxdur, Əstəğfirullah dedi. Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhissalam Nuh surəsinin 10-cu ayəsinin öz sözünə dəlil gətirdi. Nuh əleyhissalam öz qövminə belə dedi. İstəğfiru Rəbbəkum. Allahdan bağışlanma diləyin. Əstəğfirullah Rəbbi və Tubiləh deyin. Niyə? İnnəhu kanə qəffarən. Çünki Allah bağışlayandır. Bağışlasa nə olur? Yursilus səma aleykum midrara. Göydən sizin üstünüzə səma yağış göndərəcək. Bir. O ki deyir, yağış yağmır, neyniyim, deyir, Əstəğfirullah deyin, Quran-ı Kərimin ayəsidir. Deyir, istiğfar elə söz əgər, səmadan sizə yağış gələcək. Və yumdidkum bi əmvalin və bənin. Allah sizi mallarınızla və övladlarınızla qüvvətləndirəcək. Yəni, həm malınıza bərəkət verəcək, həm övladınıza bərəkət verəcək. Və yec'allakum cennatin. Və sizə cənnət verəcək. Və yec'allakum enhara. O cənnət ki, orada nəhərlər var, çaylar var və s. cənnəti vəsf edir. Yəni, insan acizliyin başa düşəndə, Əstəğfirullah Rəbbi və Tubiləh deyəndə, təkcə elə başa düşməməlidir ki, Əstəğfirullah dedim, inşallah qiyamətdə bağışlanaram, cəza verməz mənə, neynəməz öyle. Bizim birinci dünyamıza təsiri var. Əgər mən, insan, Əstəğfirullah Rəbbi və Tubiləh deyən kişi, həqiqətən Əstəğfirullah desə, etiraf edəsə ki, Allah mənim günahlarım, mənim problemlərim, mənim məsuliyyətsizliyimə görədir. Ya mənim günahlarıma görə başıma müəyyən çətinliklər gəlir, sənlik burada hesab yoxdur. Bütün xətalarıma görə səndən istiğfar edilirəm. O zaman Allah insanın dünya və axirətdə rəhmət qapılarının adamın üzünə açar. Bəs bugünkü bəhsim burada yekunlaşır ki, insanın ən mühüm işi öz acizliyin anlamasıdır. Allahın qüdrətinin müqabilində heç nə eləyə bilməyəcəyin başa düşməsidir və Allah qarşısında kiçilən insan bəndələrin yanında da həmişə uca olur. O ucalar ki, bugün peyğəmbərlər, əhl-i beyt imamları, biz onların barəsində danışırıq, onlar öz başına döyürüydü. Onlar elədikləri əməllərə görə Allah onların zikrin dillərə saldı. Allah Muhammed Ali Muhammed ehtiramını hər birimizi öz zəifliyimizi, acizliyimizi başa düşənlərdən qərar versin inşallah. Əziz şəhidlərimiz, xüsusilə 20 yanvar şəhidləri ki, 3 gün bundan qabaq onların il dönümüydü. Allah hamısını qərqə rəhmət eləsin. Allah Muhammed Ali Muhammed ehtiramına bütün dünyasını dəyişənlərimizə, valideynlərimizə, cəmi
gözləri bizdə olanların hamısına qərq rəhmət eləsin. Bugünkü şəhidimiz var Bəcrəvan kəndində, qar uçqununda, Kəlbəcərdə, qar uçqununda şəhid olub, bugün dəfn olundu. Allah onu da rəhmət eləsin inşallah, ailəsinə səbir versin inşallah. Allah imam zamanı bizlərdən və ümum ümmətdən razı qərar versin və imamın zühuru ilə dünyada haqqı ədaləti bərqərar eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah.